Herkese salam dostlar. YouTube kanalının ilk videosuna hoş geldiniz. PUBG Mobile oynuyordu. Daha çok bu tarz videolar gelmesini istiyorsanız kanalıma abone olup videoyu beğenmeyi unutmayın. Ve oyunumuz başlıyor dostlar. Bəli, indi oyunumuz başladı. Oyuna en son güncelleme gəlib deyəsən. Yəni mən baxanda dostlar, yəni böyle yerleri yok idi ya da ben uzun müddətli girmediğim için, yani daxil olmadığım için oyuna hər halda belə olub ekran. Bu arada dostlar, üstünüze sağlık, biraz yani xəstəyəm, ona göre səsim biraz pis çıkabilir, ona göre özür sayın da. Bəli, indi gedirik, görək nə var nə yox. 20 saniye kalıp 20 saniye sonra dostlar başlayacak oyunumuz. Asıl oyunumuz daha doğrusu. Bir dakika, burada iliştim ben. Burada bug var dostlar. Burada bug var dostlar. Buradan çıkın, bəli. Asıl oyunun başlıyor. 4, 3, yani 2, 1 saniye sonra başlayacak dostlar. Bəli, indi hal-hazırda samolyotda yaxına gedirik. Dostlar, mən belə oynamağımı istədiyiniz oyun varsa kommentlər bölümünə yazmaq unutmayın və sizə belə bir şey də demək istəyirəm ki, bu yaxınlarda, yəni belə deyək də, bu PUBG Mobile videosundan sonra istəyirəm ki, Free Fire-a başlayım. Zəhmət olmasa bunu da kommentlərdə yazın da, yəni Free Fire-a başlayayım mı, yoxsa PUBG-dən mi davam edim? Yəni hansı komment, yəni PUBG-yə və ya Free Fire kommenti hansı daha çox gəlsə, onu edəcəm mən də. İndi bəli, indi shooting düşək, shooting range'ə yaxın ya da o tərəflərdə bir yerə düşək dostlar, görək kim var, kim yox. Severer neydi, nədir bura? Tam da oxuya bilmirəm dostlar, yoxmuşlarım. Bura düşəcəm. Bəli. Burada ümid edirəm adamlar olmaz. Görək indi nə olacaq deyə düşürəm bura. Bura. Gedim tez heşim gelmeden, sağdan soldan heşim gelmeden gedim evi lootluyum. Ya da hazır heşim de yoktu. Görün burada ne var? Oy da. Çok geçiş silahlar da yok diye dostlar. Burada hal-hazırda bilsem bura düşmezdim ama SKS bir ne bileyim AKM falan aktarırdım ama elim boş kalmasın diye her yere girirəm dostlar. Her yere daxil olurum bizim evlere. Mən oynayış tərzim budur. Yəni ay belə deyək də, ləvazimatları almasam belə yine de bir göz atıram evlere, görüm yani ne var ne yok. Ya da bəli dostlar, belə baxıram indi. Bir də orada baxın. Dostlar, bu kağız nə işə yarayır? Axirətdə kağız olar. Hələ də tam oynayıram oyunu, başa düşmədim. Bilənlər varsa zəhmət olmasa kommentlərə yazsın da. Yəni avtomatik olaraq o kağızı alıram mən. Uyda. Bax indi bu başqa məsələ. Və bu ikinci silah verdi, təzə aldığım dostlar. O başqa məsələ. Bəli dostlar, indi isə artıq evdən çıxaq. Adam yoxdur ya. Adam yoxdur ki, öldürməyi dostlar. Bir dənə çıxın buradan, görüm indi buradan nə var, nə yox. İndi qarşıdakı evə gedəcəm dostlar. Görək orada nə var, nə yox. Bəli dostlar, buradan da çıxaq. Mən adam axtarıram, bax sağdan soldan baxıram, heç adam da çıxmır. 90, elə bir ki mən saymasam 93 nəfər var. 93 nəfər hanı burada? Yəni bir türlü tapa bilmirəm. Yedim uyda. Bu silahı almayacağım dostlar. Uyda can ki də geçəcəm, kask tapdım. Dedim görüm. Başqa yerlərdə adam var. Təəssüf ki dostlar, adam yoxdur. Yəni bütün hər yeri gəzdim belə deyək. Normalde yani əvvəllər bu oyunda adam həmişə çox olurdu. İndi heç yoxdur da, yəni özünüz də görürsünüz. Gəzirəm bayaqdan. Yəni mən bu oyuna girəndə, daxil olanda da, yəni günümün həqiqətən yarısı, oyundakı vaxtımın yarısı gəzib adam tapmaqla keçir. Ona görə də dostlar, yəni dediyim kimi Free Fire-a başlamaq istəyirəm. Amma Free Fire 2 növü vardı. Free Fire Max, bir də ki normal Free Fire. Ona mı başlayayım, yoxsa Free Fire'ın özü ilə mi başlayayım, bilmirəm. Onu yorumlarda da yazsanız hakikaten çok şad olaram dostlar. Ve bugün yani dediğim gibi canlı yayın olacak birazdan, yani günortadan sonra. Bu videonu büyük ihtimalle dostlar montajını falan bitiririm. Bu videoyu səhər atacağım ama ne vaxt atacağım bilmirəm.
Yani gün ortamı atacağım, akşam mı atacağım bilmirəm. Durumlara göre bakacağım, yani vəziyyətə göre bakacağım yani. Görüm. Səhər mi atacağım, gün ortam. Ama onsuz da yani her növ yani sizin bildirim gözünüzde. Zəhmət olmasa bu ilk PUBG videomuza ve ilk uzun videomuza dəstək olsanız, dəstəklərinizi əsirgəməsəniz çox şad olaram. Çünkü dostlar dediğim gibi yani sizin attığınız her abone, her like, her bir yorum mənə motive edir. Bildiniz nə? Yəni məni daha çox motive edir, daha çox istək yaradır ki, mən içərik üretimdə belə deyim də, yəni. Bu maşına minək dostlar. Sizə mindim. Görüm. Oha, üstü falan bağlanandan inmiş. Ey Allah. Şimdi gelin görüm kim var kim yok o taraflarda. Ey Allah. Uy bak zibi. Çok geçek gelirdi bu maşın. Düştüm ama maşından. Şimdi bu eve gireceğim görüm. Ne var ne yok bu evin içinde. Ben sunka taptım eşyayı. Ben aslında her şeyim var yani de silahım, güllem, sağlık kitim, kaskım. Ama yine de daha yaxşısını tapmaq üçün bu evlere daxil oluram. Görüm indi bu kırmızı evde ne var? Yani gidiyor orada bak dostlar. Size de zahmet olmasa bu PUBG sevenler abone olun ve PUBG seven dostlarınızla paylaşmayı unutmayın dostlar bu ilk videomuzu. Yani elimden geldiğince oynamaya çalışıram. Yani ben yani yine deyirəm. Siz yani ne hansı videonu istiyorsanız ben onu çəkirəm. Mesela Free Fire demişti bəziləri. Bəli, Free Fire videosu da gələcək və bu yaxınlarda Roblox oyunu demişdiniz bəzi dostlarımız. Roblox da gələ bilər. Yəni mən heç daha doğrusu heç yəni birdən iki heç normal vaxtımda belə yəni videosuz Roblox'u yəni bilmirəm. Yəni oynamamışam amma video fikirlərinizi, oyun fikirlərinizi kommentlərdə yazın və sizin üçün şey edəcəm, nə baxacağam yəni araşdıracağam. Roblox'u sizdən məncə mənə necə oynaya biləcəyimi kommentlərdə yazıb kömək etsəniz rəylərdə çox şad olaram. Bu dağdan çıxıb dostlar gedirik. Orada yaşıl ev var, orada o tərəflərə gedirik. Görək indi orada nə var nə yox. Burada da heç nə yoxdur. Dağdan yuxarı gedək, sonra gedək. Gəl bu tərəfə gedək. Üzü düzdür, üzü yuxarı tərəfə çıxır. Belə bu tərəfə gedim. Görüm. Bəli dostlar. Üzü yola tərəf çıxırıq. Maşın yoxdur ya. Maşın olsa gedərdik. Bayaq bir dənə maşın var idi. Ama maşınla dostlar benzini problemdir də. Ona görə mən bu oyunda mesela oynayanda həmişə bir yerə atla getməyi seçirəm. Mənim seçimim at olur yani. Çünki maşının benzinini qurtarır bir yana bir də kimlə ona gedib benzini tapam. Burada adam yoxdur. Qoy bir dənə sağa sola baxım görüm. Adam var mı diyeceğim de adam yoxdur. Dostlar ve bu ilk videom olduğuna göre yani biraz da açıq deyim yani sizin qarşınızda heyecanlıyım. Eğer oynanışda, səsdə, yani ses kaydında yani eğer bir problem olsa üzrü sayın ama inşallah sizlerin sayesinde yani daha yaxşı yani bundan daha yaxşı, daha kaliteli içerikler sunmağa, üretmeye çalışacağım. Hemen vururlar. Yat aşağı qaş, yat aşağı. Bəli dostlar ilk kilimizi aldıq. Bunun başından qəşşək. Bunun öldürdük. Bunun ləvazimatlarını da lootladıq. İndi isə gedib başqa adamlar axtaraq. Elə tapancamızı da, pistoletimizi də doldurduq. Oy da dostlar. O dürbün var ya, o çox əladır da. Dən görür. Burada nə var, nə yox dostlar. Biz o tərəfə. Orada da adamdı o. Yox, motosikletmiş. Adam değilmiş. Ne görək nə olacaq. Belə gedim. Qarşı tərəfdəki evə gedəcəm dostlar, mavi evə. Görüm orada nə var, nə yox. Mənim dediyim kimi, yəni əsl məqsədimiz evdəki ləvazimatları lootlamaq deyil. Yəni onsuz da
Hər şeyim var belə baxanda açığı deyim. Sadəcə adam axtarıram. Adam axtaranda da yəni güllə falan bitəndə dolduraq deyə evlərə də arada daxil oluram. Burada bir dənəsi ölübdü. Mən də can kurtarma yerinə gedirəm. Görürsən gedeyim yenə. Mən tərəfə yaxındır, bilmirəm ki 400 metrdir əslində. Bilmirəm, görüm indi gedim. Görüm nə olacaq. Neçə nəfər qalıb? 62 nəfər qalıbdı. Çox əla. 62 nəfər qalıbdı. Aslında 60 nəfər qalıbdı dostlar. Daha doğrusu 61 nəfər. Çünki 2 nəfər ölüb, 4 nəfərdir biz ümumi. 2 nəfər ölüb. Bir mən qalmışam, bir də bir Rus dostumuz qalıbdı. Ona görə 61 nəfər öldürməli kişi qalıbdı. İndi baxırıq. Görək kim var, kim yox. Get bitmir. Yol get bitmir. İndi gedib dostlar, şeyləyəcəm, nə deyirlər ona? Sağlık can kurtarma yerindən dostlarımızı da kurtaracağım ki yani çox adam olsun. Yəni tək qalmışıq da 2 nəfər qalmışıq. Gedim onları da kurtarım ki onlar da adam öldürə bilsin. Daha hər şeyi bizim üstümüzə buraxmasınlar. Və bəli dostlar. Buradan bir dənə çıxaq. Özümüz can kurtarma yeridir. Hə. Canımız, yani dostlarımızı kurtaraq. Fisyon. Her şey hazır. Üçüncü dostumuz geldi ama Türk dostumuz təəssüf ki gəlmədi. Yenə də bax dostlar, bu ağ şeydən qarşıma çıxdı. Zəhmət olmuş rəylərdə mənə aydınlatın da, yəni bu nə deməkdir? Yəni bu ağ kağızın belə deyək, mənası nədir? Nə işə yarayır yəni? Yazsanız çox şad olaram. Yorumları boş buraxmayın dostlar. Buradan çıxmaq olmurmuş. Çıx da, çıx. Aha, çıxdıq. İndi gedək görək, yəni adam falan var mı burada, bu tərəflərdə? Bir tane baxım. Olmalıdır məncə dostlar. Bayaqdan gəzdirəm, heç bir yerdə adam qarşıma çıxmadı. Adam da azalır dostlar, baxın patır gedirlər. 90 nəfərə yaxınız adam var da 90 nəfər tam yadımda deyil ilk başlayanda. İndi isə baxın 50 nəfər qalıbdı. 47 yəni özümüzə hesabımıza 47 nəfər qalıbdı da. Oy da. Çox tez gedirlər bu adamlar. Yəni hansı ara ölür, kimlər öldürür. Yəni mən heç qarşıma adam çıxıb bayaqdan yəni oynayandan siz də gördünüz ki, yəni qarşıma sadəcə bir adam çıxıbdı. Onu da öldürdük çox gözəl bir şəkildə. Bayaqdan yəni gəzirəm hər yeri. Yəni siz də görürsünüz, sizinlə birlikdə gəzirik və heç kim yoxdur. Amma yenə də baxaq da dostlar. Deyib qarşıda çoxlu evlər var. Bir baxaq ora gedək, baxaq görək yəni kim var, kim yox. Yəni dostlar dediyim kimi bu ilk video olduğu için yani o kadar profesyonel olmaya bilər, amma inşallah sizin üçün daha yaxşı videolar çəkəcəm. Və baxırıq dostlar. Dostlar qorxu oyunlarda oynaya bilərəm. Granny olsun, Meryem olsun, məsələn sizinlə birlikdə qorxu oyunlarında oynaya bilərəm. Əgər qorxu oyunlarında yazın dostlar və birini də öldürdük. Tərtəmiz 2 kill aldıq. Qaçırdı dostlar. Biri qaçırdı o çöldəki. Elə bildi ki mən onu görməyəcəm də. Çox tərtəmiz şəkildə onu da öldürdük. 2 killimiz oldu dostlar. Gedim görüm indi bu tərəflərdə bir şeyler var mı yoxsa yox mu? Gedib baxacağım. Gedib baxır. Və bəli dərslər davam edirik. Buradan da bu evi də lootlayıb deyəcəm, lootlanacaq heç nə buraxmayıblar maşallah. Nə var nə yox hər şey talan ediblər. Görüm orada da bir dənə güllə tapdıq, heç bir şey. Çıxaq buradan. Qarşıdakı evə gedək.
Görelim. Ne var ne yok. Halin dostlar. Yukarı çıkıram. Görüm indi burada. Burada da isim yoktu. Burada da her şey tıklan edeyipler. Bir tane yelek taptık. Bir tane bakın burada da ne var ne yok. Yine isim yok. Ayda dostlar sana. Buradan o gida bir kitap sağlık kitabı. Sen nefer kalıptı? 36 nefer kalıptı. 35 nefer. Bunlar yakın dostlar bizim takım patır patır adam öldürürler. Çıkak bir yukarı. Görün burada kimler var kimler yok. Karşıdaki eve gideceğim dostlar. Ben bakmıyorum bu karşıdaki evde adam var mı? Eğer dostlar bu videoya dediğim kimi yaxşı rəylər gəlsə bir sonraki video Free Fire videosu olacaq. Sizin rəyləriniz çox vacibdir. Və qorxu oyunları da dediyim kimi, yəni Granny, Meryem kimi oyunlar da çəkməyi düşünürəm. Yəni deyilənə görə Granny oyununu keçmək çox çətin imiş. Görək biz keçə biləcəyimiz sizlərlə birlikdə. Mən uşaqlıqda dostlar bu oyunu çox oynamışam. Ama uzun müddətli oynamıram yəni. Bəlkə təzə güncəlləmə gəlibdi, mən yəni bilmirəm, amma əgər istəsəniz sizin üçün çəkərəm o oyunun videosunda. Bəli, qarşı tərəfə gedirik. Bu dağdan çıxacağım dostlar. Amma yoxdur ya. Bu oyunda əvvəllər dostlar bu güncəlləmə gəlmədən öncə hər addım başına adam var idi, amma indi güncəlləmədən sonra nəsə olub bu oyuna? Yoxdur, adam yoxdur. Adam bəli dostlar, yəni ola bilsin ki mən xəritənin çox qəribə bir yerinə düşmüşəm. Bu xəritəyə düşdüyüm yerdə həqiqətən adam yoxdur yəni. Çünki baxımdan gördüyünüz kimi axtarıram. Yəqin adamlar digər tərəfdədir. Yəni mən sadəcə olaraq pis bir yerə düşmüşəm. Ona görə də bu səfər əslində mən birinci istədim Pochinkiyə düşüm. Ama sonrasında dedim ki yani bir farklılık olsun. Her zaman Pochinki'ye düşürük. Bir farklılık olsun. Yani dedim herhalde burada daha çok adam olur ama Allah'a şükür ki burada da hiç adam yoktu. Tenhalıktı yani bura açık diyeyim. O yüzden burada adam var mı? Bakak gerek. Evet ne yoktu burada. Adam da yoktu. 28-27 nefer kaldı. Oynanan tarafına gider. O adam. Şey, bunu da öldürdü. Yat aşağı kaşı. Hala da gelir. Hara geçsin. Sen onu saklayamazsa bayatmış ama ben öldüreceğim. Uyda. Onun çok güzel şeyleri var imiş. Ben burada can basak dostlar. Canımızın yarısında 7. Can basak ya şey. Allah. Çıkak buradan. Yine de adam axtaraq. 26 nəfər qalıbdı. Oy da alan gəlir. Kaç. Oy da zibil. Alanın içine gir. Ay da alandan sonra çıxdım. Ay da. Bu oyunda dostlar belə bir şey var ki, alan sizi bir dəfə udur. Mesela Free Fire'da oynayanlar bilir. Mesela maşından geçsen veya kaçarak geçsen alandan çıkabilirsen. Bu oyunda təəssüf ki, yani Free Fire qədər deyil. Yani alan çıxır mesela, qaçırsan alan senden uzaklaşır. Axır əvvəl ama axır ki alandan çıxa bildik, amma canımız da azaldı yəni. Can basıb özümüzə. Görüm indi burada ne var ne? Heç kim yox. Bəli dostlar, alandan çıxdıq və gedirik indi. Adam yox, yerdən can basım. Arka tərəfimə baxım. Arkadan çox vaxt arkadan gəlib vururlar adamı. Görüm indi burada adam var mı yok mu? Bayaqdan yəni gəzirəm necə bir yerə düşmüşəm ala mən. Yəni bilsəm heç bura düşməzdim, həqiqətən deyirəm. Bilsəm ən başdan Pochinkiyə düşərdim mən. Görüm buradan ne var ne yok. Tras tərəfə çıxıb o tərəfdən yenəcəm dostlar. Trasın üstü ilə. Dağlıq tərəf var.
O tarafa gedəcəm. Motosiklet tapdıq. Motosikletim nə sizə dostlar? Gəlin bu sefer bir dəyişiklik olsun. Bu ne? Alan mı gəlib? Ne zaman motosiklet alan? Motosiklet yan gedir. Yan yata gedir. Yani neyse oyun ama tarafı. Buradaki evlerde dayanak var. Gerek koyacağım. Ya mən bütün evlərə dostlar oyundan da açıq deyim, yəni daxil olmanı sevirəm. Yəni ya da ki dostlar, fikrimi dəyişdirdim. Daxil olmayacağam. Yoxsa daxil olaqsınızsa, ya da olmuram. Onsuz da az adam qalıb, 21 nəfər qalıb. 21 nəfərdən ötürü yəni daxil olub zaman itirmirəm. Ondan sonra get adamları öldür. 21 nəfər qalıb. Bəli. Bu dağdan yuxarı gedəcəm. Bəli dostlar. Bu tarafa gedim bir dakika görüm indi. Bu tarafta kim var? Denizin üstüyle dostlar. Denizin üstüyle gidelim. Denizin üstüne gidelim. İzle o tarafa çıkar. Oyda. Hələ ki dostlar 3 kill almışam. Ey Allah. 19 nəfər qalıbdı. Gedim görüm burada. Adam var idi orada. Yok adam yokmuş. Gedim bir tane suyun üstüne o tarafa çıkayım. Bu tarafta adam olabilir. O adam. Gebra. Yat aşağı kayır sen de yat aşağı. Allah. Suyun içine gir ha. Suyun içinde direkt mi? Hoppa. Suyun içinde. Bunun levazımatlarını da götürdük. Şimdi ise sudan niye çıkılmır? Ha. Sudan çıkar. 4 kilimiz var dostlar tertemiz. Şimdi ise gedək şimdi başka adam var mı? Axtaraq onları da bir gözəl öldürək. Şimdi buradan baxın. Son 16 nəfər qalıbdı. Dostum da saymazsa 3 nəfər. 13-14 kişi qalıbdı dostlar. Burada dostlar belə deyim, Free Fire'da adamlar çox tez ölür. Yəni Free Fire oynayan dostlarımız indi bilər. Daha yaxşı. Yəni adamlar çox patır ölür, amma burada yəni heç olmasa o qədər tez ölmür. Yəni amma dediyim kimi, yəni bu videoya ayağında kommentlər yaxşı olsa təkrardan Free Fire'da başlayacağıq. Görüm sağ evə girim, ayda sol evə girim. Gireyim eve. Ya da girmirəm. Bu nədir? Kurtarma şey değil. Görüm. 10 nəfər qalıbdı. Xəritəyə baxaq bir dənə. Oy da alan hər yerdən daralıyor. Bir dənə dairəvi yer qalıbdı boş olan dostlar. Və biz də oradayıq, oyun alanı o tərəfdədir. Get-gedə daralır dostlar oyun alanı. Amma yaxşı ki yəni çox adam qalmayıbdı. Onlar da tez bazar. Öldürək. Siz də dostlar belə bir şey deyim sizlərə. VS'ye gəlmək istəyənlər PUBG-də yəni daha çox indi PUBG yox Free Fire oynayacağıq. Free Fire sərisinə başlamağı düşünürəm. Amma Free Fire'da VS'ye gəlmək istəyənlər aşağı bölməyə Free Fire'dakı adını yazsın. Mən də dostlar ekleyeyim və oradan sizinlə oynaya bilim. Şöyle indi burada inşallah adam gelmez və yaxsa eşitdim. İnşallah mən vurmazlar. Buradan sudan çıxım. Bir dənə görüm indi burada nə var nə yox. Baxın bir dənə. Əla. Sudan çıxdıq və heç kim yoxmuş. Buradan bir dənə çıxsaq, sonra qarşımıza adam çıxsa öldürəcəyik. Baxın burada görüm. Nə var nə yox. Kimsə var mı yox mu indi. Ona baxacağım. Adi adam var dostlar orada.
O gördünüz mü dostlar? 2 tane oy da burada da bir tane adam var. Qoyun dostlar oradan keçsim qarşılarına sıxacağım. Yani buradan vursam da uzun menzilli değil. Öldürebilmeyeceğim. Buradan öldürüp dostlar o taraftan qarşılarına çıxacağım. Gözleyeyim bir tane. Bu taraftan gidip qarşılarına çıxacağım onları. Onsuz da axıra belə ayaqlarıma gələcəklər onlar dostlar özləri. Buradan çıxım bir dənə. Buradan yani kaskım onsuz da yaxşıdır. İndi görün burada ne olacaq. Baxın bir dənə ona. O taraftan dolanıyorum ben bir dənə indi. Aralarla gedim beni görə bilməsinlər. Alan da gəlir. O da. Bu taraftan git, bu taraftan git, bu taraftan git, bu taraftan git. Gözlə bir dənə baxın dostlar ona. Xəritəyə heç kim yoxdur. 6 nəfər qalıbdı son. Görək nə olacaq. Hər kəs ölüb dostlar. Bir dənə tək mən qalmışam. Hər kəs ölübdü. Bir dənə tək mən qalmışam. Görək indi. Ne olacaq? Bu tərəfdən gedim. Diqqətli oynamalıyam. Çünki hər kəs ölübdü. Yəni son bir dənə mən qalmışam və 6 nəfər qalıb. Bu 6 nəfərdə öldürə bilsək tərtəmiz, yəni bu ikilimiz olacaq da. Böyle 6 nəfər qalıbdı son olaraq. Gedək bax görək. Bəli. Oy da zibil.